Dünya elə bir bazara bənzəyir ki, bəzən haqq ucuz satılır, batil baha satılır. Məsələn, günümüzdə baş verən hadisələr də, indi düzdür, bura siyasi tribuna deyil, amma nə edək ki, günümüz elə bir hala gəlib ki, bəzi nümunələri məcbur olub o səhnələrdən çəkirik. Yəni, bəzən zamanında terrorçu kimi, qatil kimi axtarışa verilib, ölümü üçün an-ba-an, addım-ba-addım axtardıqları insan sonra bir qəhrəmana çevrilir. Məyər bu dünya elə bir bazar deyilmi ki, deyir bəzən haqq ucuz satılır, batilsə baha satılır. Yəni biz bu dünyanın əhli olaraq biz bunları görürük, bunları seyr edirik. Bəzən görürsən zülm alqışlanır, ədalətsə tənha qalır. Ədalətin yanında olan olmur. Bəzən insan ürəyi elə sıxılır ki, sanki ruh nəfəs tapa bilmir, nəfəs ala bilmir və o an öz-özümüzə bəzilərimiz bəlkə bu deyəcəyim sözləri demişik. Bu qədər ağrı nə vaxta qədər davam edəcək? Bu zülm nə qədər ayaq tutub yürüyəcək? Bu qədər haqsızlıq niyə? Bəzən insan elə həddə gəlir ki, Allahı özünə yaxın bildiyindən, Allahın hikmətini dərk etmədiyindən, bəzən insan cana doyanda uca Rəbbimizə səslənir ki, Allahım, bəs ilahi ədalət hardadır? Bu nə zaman bitəcək? Bu nə zaman dayanacaq? Bu sualların əslində cavabı var. O ilahi vədin bir gün baş verəcəyinə inanmız var və məhz ümidin nəfəsi, ədalətin həsrəti, haqqın son zəfəri vəd olunmuş Məhdi Əcəlallahu Teala zuhurahu şəriflədir.